Bayaq dediyim kimi, təkcə stol yığmırıq da, yəni gözəllik salonuna, mağazinlərin aksesuarlarına falan yığırıq və işimizdə gəlib nəsə çepə zat narahat olmayın ki, tapmayasınız. Yəni axtara da bilərsiniz ki, ay orası necə, burası niyə belədir falan. Çünki indi mən sizə göstərəcəm bunun kəsimini, hələ şovunu, bu heç bu yonulacaq. Bu yonulub, bax bu vəziyyətə gələcək və üstünə şpaklovka ilə falan ört-bastır eləmirik. Bunun dərəcəsi bax budur, görürsünüz. Burada olsa heç 1 milli zazor ya var ya yoxdur. Bunlar da belə. Bax bunlar da belə. Niyə? Çünki laqonla ilə falan kəsmirik. Bura sırf dekor sexidir deyə. Bax bu aparatla kəsirik. Məşğulluğun canı sağ olsun. Məşğulluq verir bu aparatları. İndi əksəriyyəti satır falan, amma biz çalışırıq onu işlədək, çünki onun kimi düz kəsən heç bir uqlarez yoxdur. Yəni uqlarez kəsə bilər, 10 qədər düz kəsə bilməz. Çünki bunun daşı dəmirdəndir. Bu əyilmir. Yəni uqlarezin dəmiri, uqlarezin daşı daha doğrusu əyilə bilir, amma bu əyilmir. Ona görə də kəsimi bu qədər düzdür. Bax göstərim sizə burada da. Yəni uqlarezdə biliyorsun burası yapışır. Burası yapışır, amma sonra görürsən burası yapışmır. Nəysə, bir əlimlə bilmirəm nə qədər düzgün göstərə bilirəm, çünki gəlir kimsə mənə çəksin kimi onu ideal göstərir. Belə, gözəllik salonuna, mağazinə, başqa nəm obyektlərə, dekor stoluna, cehizli stol istəyirsə, nə bax belə. Hamısını